Herkese salam dostlar. Bugün Almanya'dayıq. Və bacardığım ne kadar video çəkə bilirəmsə, videonu o kadar müddətdə çəkəcəm yəni. Deməli bunların yollarıdır. Yəni bir tərəfli yol deyil bu. İki istiqamətdə davam edici yollardır. Yəni əks tərəfdən də maşınlar gələ bilir, nəqliyyat vasitələri gələ bilir. Bu tərəfdən də biz irəliləyirik. Ehtiyatlı olmaq lazımdır belə yolda. Xəttdən ki o yana getdin, palçıqlıqdan keçməyin belə təhlükədir. Maşınlara yol verə-verə tələsmədən getmək lazımdır bu yolları. Buralar deyərdim ki normaldır Norveçə baxanda. Çünki Norveç ondan da çətindir. Belə burada yavaşlamaq lazımdır ki təhlükəsiz şəkildə keçə bilək buraları və sağlam şəkildə ünvanımıza çataq, yükləməmizi eləyək, gedək boşaldacağımız yerə. Bu da körpüdən düşdük, davam edirik. Yolları yəni belədir. Çox yolu Almanya'da qəşəngdir əslində deyə bilərəm. Amma belə yollar da var Almanda. Norveç vəbşə yəni pisdir də biraz. Buralara baxanda Avropanın yollarına Norveç çox pisdir. Bir də ki Almanya'da radarlar var ki, yəni xəbərdarlıq eləmir. Bəzi ölkələrdə xəbərdarlıq eləyir. Almanda xəbərdarlıq eləmir. 1-2 sürət keçdin, çəkir. Üzərvə belə qırmızı işıq saçır nəsə belə. Onda bilirsən ki, yəni şey olduğunda iştiraf elədim. Belə qar yağıb gedirik yenə də.